Umudov Firdovsi Gəminalıoğlu. Möhtərəm cənab prezident, əziz dostlar, idmançılar, hər birinizi salamlayırıq. Mən də öz adımdan, komandamız adından təbrik edirik bu gözəl qələbəmiz münasibətilə. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, bugün möhtərəm cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən idman siyasəti ölkəmizi olimpiya oyunlarının ən yüksək zirvəsində qaldırmışdır. Olimpiya oyunları idmanın ən yüksək zirvəsində olan bir yarışlardan biridir. Və bu günləri möhtərəm cənab prezident, siz olimpiya oyunlarına yola salma mərasimində idmançılarımızı öz tövsiyələrinizi vermişdiniz. Hər zaman olduğu kimi sizin tövsiyələriniz bizim yaddaşlarımıza yazılıbdır və idmançılarımıza yola salma mərasimində uğurla çıxış edib, ləyaqətlə çıxış edib ölkəmizə uğurlu nəticələrlə, yüksək əyarı medallarla qayıtmağı arzu eləmişdiniz və bu günləri biz idmançılar, məşqçilər sizin qarşınızdayıq. Möhtəşəm qələbə ilə huzurunuzda durmuşuq və fəxr, qürur hissi keçirdirik ki, bu günləri sizin etimadınızı doğrultmuşuq. Və bu qələbələr qazanmaq münasibətilə siz başda olmaqla bütün Azərbaycan xalqını təbrik edirik. Bu qələbə sizin qələbənizdir. Siz başda olmaqla bütün xalqımızın qələbəsidir. Sözsüz ki, bu qələbələrə gedən yol hasan da olmamışdı. Dövlətimizin bizə göstərdiyi diqqət qayğı əhatəsində Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Federasiyanın rəhbərliyi altında biz yarışlara hazırlaşdıq və bu möhtəşəm qələbəni qazandıq. Mən bir güləş mütəxəssisi, məşqçisi kimi pəhlivanlarımızın, güləççilərimizin olimpiya oyunlarında çıxışlarını qeyd eləmək istəyirəm. Güləççilərimiz 9 medal qazandılar, sərbəst güləççilərimiz 6 çəkiş dərəcəsində mübarizə aparırdılar, 5 medal qazanaraq komanda hesabında birinci yerə layiq görüldülər. Bu da idman tariximizə yeni bir səhifə yazdı. Ölkəmizdə güləççilərimizin nə qədər potensialın möhkəm olmasından xəbər verir. Və biz bundan sonra çalışacağıq ki, cənab prezident, sizin bizə göstərdiyiniz etimadı doğruldaq. Gələcək yarışlarda, 4-cü İslam Həmrəylik oyunlarında, Tokyoda keçirilən olimpiya oyunlarında icazə verməyəcəyik ki, hakim ədalətsiz olsun. Elə hazırlaşacağıq ki, inşallah qazandığımız o 9 medalları, gümüş, bürünc medalları qızıla çevirək və bir daha bütün dünya sübut eləyək ki, Azərbaycan dövləti güclü dövlətdir. Azərbaycanın güclü və qüdrətli prezidenti var İlham Əliyev. Yaşasın möhtərəm cənab prezidentimiz İlham Əliyev. Yaşasın Azərbaycan.